Səhərdən bir çox insan Ramazan ayının ilk sahuruna qalxaraq niyyət edib oruca başlayıb. Ramazan ayında oruc tutmaq İslamın əsas şərtlərindən biridir. Oruc tutanlar gün doğandan gün batana qədər yemək və içməkdən çəkinirlər. Bu səbəbdən oruc tutan şəxslərin qidalanma rejimi adi günlərdən xeyli fərqlənir. Tez-tez rast gəlinən hallardan biri isə bəzi insanların imsak vaxtı yeməkdən imtina etməsidir. Mütəxəssislər bildirirlər ki, gün ərzində orqanizmin su və qida tələbatını ödəmək üçün imsakda mütləq qidalanmaq vacibdir. Əks halda gün ərzində diqqət yayınıqlığı, yorğunluq, eləcə də mədə-bağırsaq sistemində müxtəlif problemlər yarana bilər. Şəkərə meyilli olan xəstələrdə, insulin dirənici olan xəstələrdə şəkərin düşməsinə və bu da ki, soyuq tərləmələrə baş dönməsinə gətirib çıxara bilər. Yetəri qədər maye qəbul edilmədikdə, iftarla imsak arasında gün içərisində orqanizmə lazım olduğu qədər maye qəbul etmədikdə dehidratasiya, yəni suyun azalması, bunun nəticəsində isə baş dönməsi, halsızlıq, yuxu halı kimi problemlərə gətirib çıxara bilər. Yetəri qədər qida qəbul edilmədikdə mədədə qastritin daha da aktivləşməsinə və mədə problemlərinə gətirib çıxara bilər. İmsak zamanı zülal tərkibli qidalara üstünlük verilməsi tövsiyə olunur. Yumurta, tam buğda çörəyi, qoz və fındıq kimi məhsullar gün ərzində toxluq hissini daha uzun müddət qorumağa kömək olur və enerjinin sabit qalmasını təmin edir. Süd məhsulları, xüsusilə qatıq və pendir də balanslı seçimlər sırasındadır. Eyni zamanda kalbasa, xüsusilə hissə verilən və duzlu qidalar, eləcə də şirniyyatlar rasyondan mümkün qədər çıxarılmalıdır. Bu cür məhsullar gün ərzində susuzluq hissini artırır və orqanizmdə su itkisini sürətləndirə bilər. Həddindən artıq yağlı və ağır yeməklər də mədə-bağırsaq sisteminə əlavə yük yaradır. Su balansını qorumaq üçün iftarla imsak arasında təxminən 1,5-2 litr maye qəbul etmək vacibdir. Bu mayenin əsasən adi su olması daha məqsədə uyğundur. Çay, qəhvə və rəngli, qazlı içkilər bədəndən maye etkisini artıra bildiyi üçün onların miqdarı məhdudlaşdırılmalıdır. Mütəxəssislər mayeni bir dəfəyə deyil, mərhələli şəkildə qəbul etməyi tövsiyə edirlər ki, orqanizm suyu daha yaxşı mənimsəyə bilsin. Həzm sisteminə güc verməmək üçün maye tipli qida, şorbalar qəbul etsinlər. Kəskin müəyyən sirkələrlə, müəyyən digər qatqılarla ərsəyə gətirilmiş və yaxud sulfitlərlə zəngin olan turşulardan qaçınsınlar bununla qəbul etməkdə ilkin olaraq bu məhsulları. Bunun xaricində meyvə, desertlər, yəni şirniyyat məhsulları ana yeməkdən və ilkin qəbul olunan şorbadan xeyli müddət sonra ara verildikdən sonra qəbul olunsun və orqanizmin bunu həzm etdikcə təmin etməsinə çalışsınlar yenidən. Ramazan ayında ağır xəstəlikləri olanlar, müntəzəm olaraq dərman qəbul edənlər, hamilə və süd verən qadınlar, yetkinlik yaşına çatmayan uşaqlar oruc tutmaya bilərlər. Qeyd edək ki, ölkədə Ramazan bayramı mart ayının 20-si və 21-nə təsadüf edir.